Assalamualeykum əziz izləyicilər. Bugünkü mövzumuz qəlbdir, qəlblə bağlıdır. İmam Əli İslam'a istinad edilən bir hədisdə buyurulur, bədənin yükünü ayaqlar daşıdığı kimi, ruhun yükünü də qəlb daşıyar. Hədisin birinci hissəsi aydındır, ruhun yükünü də qəlb daşıyar ifadəsi nə deməkdir? Məlum ki, insan bədən və ruhdan ibarətdir. Bizim həqiqətimiz elə ruhdur. Bizi idarə edən ruhdur və ruhun özünün yükünü də qəlb daşıyar. Qəlb elə bəli, ruhun həqiqətidir. Qəlb ruh və ağlın mərkəzidir. Bizim niyyətlərimiz, imanımız, əxlaqi davranışımız qəlblə bağlıdır. Hamısı qəlbdə təsbit olunur. Qəlb ruhun idarə mərkəzidir. Ruhun fəaliyyətinin idarə olunması elə qəlbdə baş verir. Qəlbdə həyata keçir. Ruhun yükü elə qəlbin keyfiyyətinə bağlıdır. İnsanın əsl dəyəri qəlbdəki niyyətin xalisindən, səmimiyyətdən asılıdır. Deyir, onun qəlbi safdır. Qəlbi işlıdır, nurludur. Yəni, qəlbi salamatdır. Salamat qəlb nədir? Salamat qəlb o qəlbdir ki, orada Allah məhəbbətindən başqa məhəbbət yoxdur. Allahdan başqasının məhəbbətinin o qəlbdə yeri yoxdur. Dünya məhəbbəti orada yer tutmuyor. Bu əsl sağlam qəlbdir. Və belə bir qəlb, belə bir arif qəlbi, mömin qəlbi Allahın ərşidir. Hədisdə deyilir ki, İmam Cəfər Sadiq Əleyhisselama isnad edən hədis, qəlb Allahın ərshidir. Onu pak saxla ki, ilahi nur orada təcəlli eləsin. Yəni, orada əks olunsun. İnsan qəlbini ki, paklayır, niyyəti ki, xalis olur. Allah məhəbbətindən başqa bütün məhəbbətləri qəlbdən silə atır. Onda Allahın nuru da o qəlbdə əks olunur. İnsan Allahın nuru ilə həqiqətlərə yol tapır, həqiqətləri görür. Qəlbi ilahi güzgə çevrilir. Bəli, bəli. Bu ərş Allahın varlığının təcəlli etdiyi mərkəzə deyilir. Allah Teala deyir, yerə göyə sığmazam, mən möminin qəlbinə sığaram. Deməli, qəlbi incitmək də çox böyük fəsadlara gətirib çıxara bilər. Hədisdə deyilir ki, qəlbi qırmayın. Bilin ki, onun çırpıltısını yalnız Allah istər. Kafir olsa belə heç kəsin qəlbini qırmayın. Çünki bir qəlbi qırmaq Allahı incitmək deməkdir. Çox maraqlıdır ki, biz həyatda bir sıra hadisələrə rast gəlirik. Bəzən onun fərqinə varmırıq ki, bu haradasa kiminsə qəlbini qırmaqla bağlı ola bilər. Bəzi misalları mən ayrı-ayrı kitablardan götürdüm. Belə bizim üçün ibrətdir. Şeyx Rəcəb Əli Xəyyat böyük ariflərdəndir, Allah dostlarındandır. Onunla bağlı bəzi əhvalatlar bizim üçün ibrətlidir oradan da. Şeyxin müridlərindən birinin mənzilində bir nəfər maliyyə idarəsindən xahiş edir ki, şeyxdən bədəndə qaşınma xəstəliyi var və sağalmaq bilmir. Şeyx batini görür axı, qəlbi güzgü kimidir. Bayaq dedim ki, qəlbi güzgü kimi olsan, həqiqəti görərsən, batini görərsən. Şeyx ona bir qədər diqqət yetirib deyir ki, sən Ələviyyə, yəni İmam Əli Əleyhisselamın nəsli olan bir xanıma əziyyət vermişsən. O da etiraf edir, bəli, bəli. Onlar deyir, işdə deyir, bəzən danışırlar deyir. Bəzən mən də bir dəfə deyir, əlbəttə onu acıladım. O ağladı. Şeyx də buyurdu ki, bəli, o qadını razı salmayınca sənin bu xəstəliyin sağalmayacaq. Əlbəttə, həkimlərə müraciət edin, orada müxtəlif dərmanlar tətbiq edəcəkdir. Qaşınmaya qarşı tətbiq edəcəklər. Müəyyən analizi göndərəcəklər, amma heç vaxt onun mənasına varan olmuyor ki, bu ola insanın öz əməlinə bağlıdır. Əməlinə bağlıdır. Dəri birbaşa insanın başqa insanla münasibətinin ifadəsidir axı. Dəri bizim sərhədimizdir.
Görsən, insan bəzən birindən narazı qalanda, məsələn, xoşuna gəlməyən bir adam görəndə deyir, məndə qaşınma tutur, allergiyam tutur. Yəni, ona qarşı qəzəbim, əsəbim dərhal dəridə qaşınmaya səbəb olur. Görürsünüz, burada da başqası incidib, bədəndə qaşınma xəstəlik davam edir. Başqa bir dövlət məmuru məclislərdən birində şeyxə müraciət edir ki, 3 ildir ayaq ağrısını müalicə edə bilmirəm, heç bir dərmanın təsiri yoxdur. Şeyx yenə ona deyir ki, sən kimisə qəlbini sındırmısan, bəli, işdə sən də bir qadının qəlbinə dəymişsən, sizin probleminiz, yəni bu hadisə, yazını pis yazdığınıza görə, yazdığına görə katibənin danlamanızın nəticəsi olmuşdur. Katibəni danladınız, onun üzərinə qışqırdınız, elə o gündən sizin giriftarsınız başlayıbdır. Bəli, dərmanın burada əlbəttə təsir ola bilməz. Gedib onun körünü almalısan ki, qəlbini almalısan ki, ayağın sağalsın. Bəli, o məmur da bunu təsdiq edir ki, bəli, belə bir hadisə baş verir. Əhvalatlar çoxdur, belə. Bir dəfə də şeyxin dostlarından biri deyir ki, atam ağır xəstələnmişdi. Şeyxə dedim ki, atam xəstələnib, dedi, sənin müşkülün bibi ilə bağlıdır. Biz mama deyirik. Sənin o bibinin ucbatından giriftar olub. Sonra məlum olur ki, bəli, bu şeyxin dostu, o müridinin deməli, bibisinin qəlbinə dəyər öz qardaşı. Hətta bir dəfə əsəbləşib onu evdən çıxarıb, öz neçə uşaqla. Ondan sonra bu xəstəliklər baş verir. Ondan sonra deyir, xahiş edim bibimdən, atamdan razı olsun. Sonra atamın halı deyir, yaxşılaşdı. Və şeyx buyurdu ki, əlavə də ehsan edeyim bir nəfərə, seyriyə və ondan sonra deyir, atam deyir, tamamilə sağaldı. Bəli, bu əhvalatlar göstərir ki, insanın qəlbini qırmaq və böyük müşküllərə səbəb olur, insan xəstəliyinə səbəb ola bilər və biz bəzən bunun nəticələrini qiymətləndirə bilmirik və beləliklə inşallah bunu nəzərə almamız çox lazımdır. Allah amanda.